Bakının yağış sınağından tutmuş, illərlə yığılıb qalmış infrastruktur boşluqlarına qədər bütün sualların cavabı. Aparılan təhlillər hansı nəticələri ortaya qoydu? Bakı və Abşeron yaranmasına uzun müddətli araşdırmalara görə olmuş normanın 7 ayda yağan yağışı sadəcə 2 gündə yağıb. Normadan artıq yağış yağarkən həyatın iflic olmaması üçün hansı addımlar atılacaq? Təbii ki, problemlərimiz var, fəsadlar var. 1600-dən çox qanunsuz tikili var kollektorların üzərində. Amma bu evlərin arasında çıxarışı olan evlər də var. Kompensasiya necə tənzimlənəcək? Kompensasiyalar mən əminəm ki, ödəniləcəkdir. Dəniz suyunun duzsuzlaşdırılması və azad olunmuş ərazilərdəki layihələr su xəritəmizi necə dəyişəcək? Dəniz suyu duzsuzlaşdırma zavodu ildə 100 milyon kubmetr su istehsal edəcək. Bu da hal-hazırda Bakıda istifadə olunan suyun 25%-dən gəlir. Suallar aydın, ünvan rəsmidir. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov ən çox verilən suallara aydınlıq gətirir. Cavab dey, bu axşam saat 20-də Xəzərdə.